İşğaldan azad olunmuş ərazilərdə əhalinin qayıdışı uğurla və sürətlə davam edir. Bugün məcburi köçkünlərin öz doğma yurtlarına dönməsi, həyatın həmin ərazilərdə öz axarına qayıtması Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının yaratdığı yeni reallığın parlaq təzahürüdür. Artıq bir çox rayonlarımızda insanlarımız bayramları öz isti ocaqlarında qeyd edirlər. Bugün hər bir məcburi köçkün Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğı və diqqətini üzərlərində hiss edirlər. Onu da qeyd etmək lazımdır ki, ötən il bir çox sahələrdə olduğu kimi təhsil sahəsində də islahatlar davam etdi. Ötən il təhsilə ayrılan vəsait daha da artırıldı, ali təhsil müəssisələrinin maddi-texniki bazası daha da gücləndirildi. Ötən ilin təhsillə bağlı ən əlamətdar və mühüm hadisələrindən biri də Qarabağ, Azərbaycan, Türkiyə, Azərbaycan, İtaliya birgə universitetlərinin yaradılmasıdır. Hər üç universitet ən qısa vaxtda təhsilimizin inkişafına mühüm töhfələr verəcək. Bugün mindən artıq tələbənin təhsil aldığı Qarabağ Universitetində tələbələrin yüksək və keyfiyyətli təhsil almaları, infrastrukturun daha da təkmilləşdirilməsi istiqamətində hökumət tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Eyni zamanda Azərbaycanlı tələbələrin xarici ölkələrdə təhsil alması üçün yeni proqramlar qəbul edilir. Hər il çoxlu sayda Azərbaycanlı gənc bu proqramlar vasitəsilə xaricdə təhsillərini uğurla davam etdirirlər. Gələcəkdə onlar təhsilimizin inkişafına öz töhfələrini verəcəklər. Eyni zamanda hər il olduğu kimi ötən ildə təhsil tələbə kredit fonduna ayrılan vəsait daha da artırıldı. Bugün çoxlu sayda Azərbaycan gənci dövlətimizin yaratdığı bu imkanlardan istifadə edərək təhsillərini uğurla davam etdirirlər. Qeyd olunanlarla yanaşı təhsil sahəsində aşağıda qeyd olunan istiqamətlərdə tədbirlərin sürətləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd etmək istəyirəm. 1. Gələcəkdə müxtəlif peşələr üzrə mütəxəssislərə tələbatın daha da artacağı nəzərə alınaraq, peşə təhsilinə marağın artırılması istiqamətində səylərin daha da gücləndirilməsi. Bugün ölkəmizdə təxminən 200 minə yaxın şəxs ali, 30 minə yaxın şəxs peşə təhsili alır. İri şəhərlərdə yaranan sıxlığı nisbətən azaltmaq məqsədi ilə bölgə universitetlərinə tələbə qəbulu planını daha da artırmaq. 3. Bazarın tələblərini nəzərə alaraq yeni ixtisasların yaradılması istiqamətində səylərin daha da gücləndirilməsi. 4. Universitetlərin tədqiqat yönümlü fəaliyyətinin gücləndirilməsi istiqamətində səylərin sürətləndirilməsi. Sonda hesabatı yüksək qiymətləndirirəm, ona